Çox insan indi öz evinin xörəyini də bişirmək istəmirlər. Xanımlar. Vaxtları yoxdur, işdən gec gəlirlər, hazır gedib palafabrikat alırlar, marketlər doludur, şükür Allah, hər şey var. Gətirirlər, atırlar qazana və bununla da axşam yeməklərin, günorta yeməklərin bununla ötüşürlər. Başa düşün ki, hər o qazana qoyulan yemək kimin əlində hazırlanıb, nə hisslərlə hazırlanıb, necə hazırlanıb, hamısının əhəmiyyəti var. Hamısı enerjiden ibarətdir. Və keçmişdə niyə xanımlar xəmir yoğururdular? O xəmiri, o ərişdə kəsirdilər, düşbərə kəsirdilər. Onların hər bir hərəkətləri məhəbbətlə doldururdular. Başa düşürdülər ki, mən bunu aləm üçün eləyirəm, balalarım üçün, yoldaşım üçün, evdəkilərim üçün eləyirəm. Və bu xörəyin dadı tamı, təmiz başqa idi. Çox vaxt bir də görsən, televizora baxa-baxa, ya nə bilim musiqiylə, ya bilmirəm, telefona baxa-baxa xörək bişirirlər. Bu düzgün deyil, xanımlar. Siz o qazana qoyduğunuzu sonra alövzə yedizdirirsiniz. Və o keçirdiyiniz bütün hissləri o qazana tökürsünüz. Ona görə qazanı ki, qazın üstünə qoydunuz, bax, ora məhəbbət yönəldi. Başa düşün ki, sizin enerjinizdən ibarətdir o xörək. Bax, heç nə də olmasa, adi yağ soğan qovurursunuz. Bir damcı ədvalardan vurursunuz və məhəbbətinizi oraya doldursunuz. Baxacaqsınız ki, yavaş-yavaş evdəki abu-hava dəyişir. Evdəkilər məhəbbətlə dolmağa başlayırlar, ünsiyyətlər dəyişir. Bunlar hamısı enerjidir, bunların hamısını nəzərə almaq lazımdır. Başa düşmək lazımdır ki, bu kainat necə işləyir, hansı qüvvələrlə işləyir. Keçmişdə bunlar hamısı var idi. İndi yavaş-yavaş öz əhəmiyyətini itirir. Çalışın ki, xörəyinizi heç kəsin əlinə verməyəsiniz. Ancaq öz aileniz üçün özünüz pişirin, balalarınız üçün özünüz pişirin və çalışın ki, söhbətlə, qeybətlə yox, məhəbbətlə pişirəsiniz. Bismillah ilə pişirəsiniz və görəcəksiniz ki, ailədə ünsiyyətiniz necə dəyişir. Çox sağ olun.